Səhabələr müxtəlif səpkidə Peyğəmbərimizə suallar edirdilər. Həzrət Məhəmməd əleyhissalam isə onları cavablandırırdı. Hətta bir səhabə Peyğəmbərimizdən sual etdi. Nə üçün Qurana Furqan deyirlər? Quran-ı Kərimin bir adı Furqandır. Furqan sözünün mənası fərqləndirən deməkdir. Cavabında söylədi. Quran-ı Kərim hələ nazil olmamışdan əvvəl müxtəlif formalarda fərqli və pərakəndə halında idi. Elə ki nazil olmağa başladı, artıq hamısı lövhələrdə bir yerdə toplandı. Bax, ona görə Qurana Furqan deyirlər. İkinci dəfə Peyğəmbərimizdən sual etdilər. Bəs yaxşı, niyə görə gecəyə ləyl deyirlər? Ləylun kəlməsi ərəb sözdür. Bizim dilə tərcümədə gecə deməkdir. Allah Quran-ı Şərifdə buyurur, biz gecəni libas, örtük qərar verdik. Hətta Quran-ı Şərifdə ayədir. Bu barədə buyurulur, biz gecəni libas, örtük qərar verdik, gündüzü isə ruzu qazanmaq vaxtı təyin etdik. İnsan maddi tələbatını təmin eləmək üçün təbii ki, ruzu qazanmalıdır.